Kəpəzin yeni sponsoru var, xeyirli uğurlu olsun. Bu barədə artıq paylaşım da eləyiblər. Bəli, biz Ölkə hüdudlarından kənarda yaşayan iş adamı, biznesmen Namiq Qafarov idi, səhv eləmirəmsə. o Namiq yəni adlı müdür şəxs bəli. artıq müşahidə şurasının sədri seçilib Bəli. və əsas sponsor olacaq komandanın. Xeyirli uğurlu olsun. Hər halda bax bu cür iş adamlarının biz dəfələrlə demişik ki, Azərbaycan futbolunda olması labüddür, Çox vacibdir. gözəldir. Necə ki biz bunu Turan Tovuzun timsalında görürük, Ehtiram müəllimin timsalında görürük. Bəli, Təki Gəncə futbolda dirçəlsin, yeni stadion tikilir, istifadəyə veriləcək, möhtəşəm ab-hava olacaq. Gəncə belə deyək, ictimaiyyəti, futbol azarkeşləri darıxıblar, əzəmətli. Buna layiqdir. Həzin Gəncə qayıdışı üçün. azarkeşləri buna layiqdir. Oradan da. Təki bax bu cür sponsorlar çoxalsın klublarımızda. Yeri gəlmişkən bu sponsorları, iş adamlarını biz Karvanda da, İmişlidə də, elə Qəbələnin özündə də, digər klublarımızda da görməyə arzuluyuruq. Yeri gəlmişkən həmin o 3 klubun da Premier Liqadakı iştirakı təsdiqlənib. Yəni AFFA-nın lisenziyalaşdırma şöbəsi bu klubların Premier Liqada əsas çempionatımızdakı iştirakına hər hansı bir maneə görməyib. Çox Xeyirli gözəl. olsun. Bir şey vurğulamaq istəyirəm ki, bu Kəpəzlə bağlı, yəni əziz dostlar, siz yəni araşdırma aparsaz, ilk bilgini biz verdik. Bəli. Bizim insider şöbəmiz çox yaxşı Sən işləyir. demək istəmirdin, ad çəkmək Ad istəmirdin. çəkmədim, indiyə qədər də ad çəkmirdim. Yəni özləri təsdiqləyəndən sonra birinci biz dedik ki, yəni belə bir söhbət var. Futbol Yəni istəyirsinizsə cəmiyyətində tanınan şəxslərdən Erkin İbrahimov da olacaq orada. Erkin İbrahimov artıq orada deyil. Hal-hazırda Erkin Portuqaliyadadır. Hər halda oyunçular axtarır. Deməli, növbəti insiderski informasiya, Aha. yəni Eksklüziv. təbii ki, bunu heç yerdən eşidə bilmərsiniz, ancaq bizdən. Deməli, diqqətlə qulaq asın. Beşik Ortomiç ciyarını soyut sonra. Nə, kimin yadındadırsa Rəvan Futbol Klubu, ola bilər gələn il ya da ən gecə ondan sonraki il Rəvan klubu da bərpa olunacaq. Doğrudan. Nə yaxşı. Məndə belə hissiyat var. Hissiyatlı yoxsa Fala baxma, estağfurullah. etibarlı yoxsa etibarsız mənbələrdir? Çox etibarlı mənbələrdir.